Salam hörmətli izləyicilər. Yenə həmin sahədəyəm. Harda ki mənə deyilib ki, qənaət eləmə. Bu işi mənə tanınmış mühəndis Fikrət Bayramov etibar etmişdir. Onun evini tikirik. İnşaat üzrə elmlər doktoru. Mənim üçün çox böyük qürur verici haldır ki, bu qədər inşaat şirkətlərinin içində məni seçmişdir. İndi sizə tava betonun necə qurmuşuq onu göstərəcəm. Keçən səfər dediyim kimi ev xudmanı evdir. 10 metrənin 12 metrəyə. Armaturlar ona görə heç yerdə calaq olunmamışdır. Boydan boya bütöv armaturlar atılmışdır. 20 santimetrdən bir ara məsafəsi, yəni mərkəzdən mərkəzə. Bizim deməli fiksatorlarımız xalq dilində eşək deyilir. Onluq armaturdan çəkilmişdir. Döşəməmiz yığılmışdır 14 armaturla. Hündürlüyü 25 santimetrdir bizim fiksatorun. 5 santimetr altdan pay qoyulmuşdur. Deməli 14 armatur oldu, 14 millimetr olduğuna görə deməli 2 dənəsi aşağıda, ikisi yuxarıda, elədi 28, hardasa 6 santimetr, 25 vuruq 31, hardasa 4 santimetr yarım da üzərinə beton gedəcəkdir. Burada tavada bəyənilən vəziyyət nədir? Yəni bu gördüyümüz ələlxüsus ortadakı sütunlara gücləndirmə verilir. 10 santimetrdən bir hər tərəfə gücləndirmələr verilməlidir. İndi onu da bağlayacağıq. Gördüyünüz kimi köz sütunlarda da həmin işi görsək, yenə də ziyanı yoxdur. Ancaq bu xamıtlanma məsələsi müəllim bizdən tələb elədi, biz də yetirdik. Bu olmaya da bilər. Yəni 2 mərtəbə, 3 mərtəbə evlər üçün belə bir şeyə ehtiyac yoxdur. Ancaq biz hər ehtimala qarşı bunu elədik. Allah xeyir versin ev yiyəsinə. 1000 dəfə. Sağ olun, gələn görüşlərə.